Hörmətli Ata TV izləyiciləri, sizinlə mənəm Yaşar Şirvani. Kəndə qayıdış konsepsiyasında sizə bugün Qobustan rayonunun Bəklə kəndini bir daha göstəririk. Bu kənddə yerli icmanın iştirakı ilə necə deyərlər, gözəl xeyriyyə işləri görülür. Bugün Bəklə Nabur yolunda, Bəklə kəndinin ərazi inzibatı dairəsində, yol qırağında yolların işıqlandırılması üçün günəş panelləri deməli inşa edilib. Bugün onun açılış mərasimidir. Hal-hazırda bu lampaları görürsünüz. Ətrafda isə yəni bağ salınır, sulanır, becərdilir. Deməli, Qobustan rayon yol idarəsinin də köməkliyi sayəsində onlara da öz təşəkkürümüzü bildiririk və yenə də yerli icmanın vəsaiti hesabına kənddə çox gözəl işlər görünür və onlardan biri də deməli günəş panelləridir ki, gecə zülmət qaranlıqda belə yolların işıqlandırılmasına vəsilə olur. Bu işlər ardıcıl olaraq davam edir. Kənd icması gördüyü işlər, kənd icmasının gördüyü işlər başqa kəndlərdə də necə deyərlər, nümunə olub. İndi Qobustanın bir çox kəndlərində quruculuq işləri gedir. Onlara da xoş arzularımızı bildiririk. İnşallah kəndlərimiz gözəlləşsin, iqtisadiyyat yüksəlsin. Bu da bizim dövlətimizə, dövlətçiliyimizə canlı köməyimizdir. Sağ olun. Sizinlə ayrılırıq növbəti görüşlərə dək.